Aygün Dəbdəbəli sarayından danışıb, nəhayət. Çoxları deyir ki, məsəl üçün də, nə bilim, bəzi aparıcılar falan, Aygün Kazımovanın evi yoxdur. O pulunu ancaq sənətinə xərcləyib. Nə bilim, niyə Aygün xanıma dövlət başçımız ev verib də, mənzil vermişdi. O da dedi ki, o mənzil ancaq mən ayaqqabılarımı, nə bilim, tuflilərimi, çəkmələrimi yığıram da. Bu uzun müddət müzakirə olundu ki, dövlət başçısı sənə etimad göstərib, xalq artistisən, mənzil verib və çıxıb deyirsən ki, mən prezidentin mənə bağışladığı evdə ayaqqabılarımı da, yəni paltarlarımı falanı qardirob kimi istifadə edirəm. Niyə ki, Aygün xanıma da diqqət olub, dəfələrlə onu dəyərləndiriblər. Yəni prezidentin özü ona dövlət tərəfindən ev verilib. Niyə ki, bəzən aparıcılar, bilmirəm də, bəzi aparıcılarımız var, belə ürəkləri gedir yaltaqlıqdan. Siz də məni bağışlayın. Az qallama onlara yazım ki, filan sabun, 72 sabun. Bunlar niyə bu qədər belə? Aygün Kazımova mənzil yoxdur. Dövlət Aygün xanıma mənzil verib. Hörmətli aparıcılar, az bu 72 sabunundan istifadə edin. Bəsdirin. Bəzən sabunsuz da elə adamı az qalırsınız ki, əsəbləşdirəsiniz. O qədər bu sənətdə adamlar var, heç onlara bir otaq da verilmir. İndi Aygün xanımın evi də olub. İndi tikdirməyib ev, nə bilim, digər yerdə almayıb, başqaları kimi. Başqaları belədir ki, yemək də yemir, heç evinə duz da almır, spiçka da almır. Deyir, mənim evim çox olsun, villalarım olsun, bağım olsun. Mən bir müğənni tanıyıram, ancaq borc eləyə evlər alır, torpaqlar alır. Siz də məni bağışlayın. Bilmirəm, qəbrə gedəndə özünlə aparacaq. Öz ailədə mübahisəli ailədir. Heç kimi başa düşmür. Hamı bir-birinə düşməndir. Bu müğənni ala gedir. Özdə, yüz deyir istəyirəm ifadəmi, dilənçi günündə yaşayır və Aygün xanım da həmişə dəyər verib dövlətimiz. Heç vaxt deməyin ki, aparıcılar, 72 aparıcılar, sabun. Dövlətimiz həmişə Aygün Kazımova dəyərləndirib, ona mənzil verib. Bilmirəm neçə otaq olur, ona mənzil verib. Niyə gedir, deyir, belə dövlətin əməyini yerə vurursunuz? Aygün Kazımova özünə yeni saray tikdirir, xəbər verib ki, artıq özümə saray tikdirirəm. Tarixin bir günü verilişində deyib Space TV-də və həm də deyib ki, orada studiya olacaq, həm qardirob, həm də yaşayış evi olacaq da, lap yaxşı. Bu yaşında təbii ki, ev lazımdır, eviniz olsun Aygün xanım. Amma o aparıcılara deyirəm ki, heç vaxt deməyin ki, Aygünün evi olmayıb. Dövlətimiz bu xanıma dəyər verib, mənzil verib. Heç vaxt o ifadəni işlətməyir.